günlər Sabiq Təhsil naziri Misir Mərdanovun ətrafında söhbətlər səngimək bilmir. Yayılan iddialara görə Misir Mərdanov Bakı Dövlət Universitetinin Hesablama Riyaziyyat kafedrasında Ramiz Mehdiyevin həyat yoldaşı Galina Mehdiyevanı kafedra müdiri postunda əvəzləyəcək. Maraqlı burasındadır ki, universitetin rəsmi səhifəsində Hesablama Riyaziyyat kafedrasına başqa şəxsin rəhbərlik etdiyi məlum olur. Galina Mehdiyevanın adına rast gəlmək mümkün deyil. Bölgə TV xəbər verir ki, Oxazın əməkdaşı söhbətlərə tam aydınlıq gətirmək üçün Misir Mərdanovla əlaqə saxlayıb. Məndən bir cümlə alıb 100 yerə yozurlar. Heç nə danışmaq istəmirəm. Siz düz yazsanız da başqaları cümlələri götürüb dəyişirlər. Başım sakit yaşayıram, nə deyirlər bilmirəm. Mən öz işimi davam etdirirəm. Harda işləyəcəyimi də özüm bilərəm deyə Mərdanov bildirib. Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Oxazın sorğusuna cavab olaraq bildirilib ki, iddialar tamamilə yanlışdır. Belə təyinat gözlənilmir. 2022-ci ildən Hesablama Riyaziyyatı və Riyazi Modelləşdirmə kafedrasının müdiri vəzifəsinə professor Vaqif İbrahimov rəhbərlik edir. Professor Misir Mərdanov isə uzun müddətdir ki, Ali Riyaziyyat və Riyaziyyatın Tədrisi Metodikası kafedrasının müdiri vəzifəsində çalışır. Rəna Rövşən qızı, Bölgə TV.